Təbii ki, 8 il keçib, Kopenhagen heyəti də dəyişir, baş məşqçisi. Amma müqayisə aparsaz oyun üslublarında hansı məqamlar diqqətini çəkir ki, yenə də belə deyək də Danimarka çempionu həmin oyun üslubuna sadiq qalır? Komandanın, bu klubun üstünlüyü elə ondadır ki, öz oyun fəlsəfəsini əl çəkdirlər. Həm tanıdığım 2017-ci ildən bu yana deyiyorlar ki, sistemlərində dəyişiklik olmuyor. Bəli, məşq dəyişiklikləri olub. Amma yenə də öz sistemlərində oynayırlar. Çox nadir hallarda oyuna geçiş haqqında bəzən istismar edirlər. Üstünlükləri də budur və çalışırlar ki, onu ildən daha təkmilləşdirməyə oyun üsullarına. Bu da onların stabil nəticələri gətirib çıxarır. Sadəcə onu əvvəlki 2017-ci ildə ola bilər ki, futbolçuların deməzdim, belə bəzi xüsusiyyətlərində bu ilki heyətlə biraz fərq var və bu il daha dinamik, daha sürətli, daha texnikal futbolçuları var heyətlərində. Amma ümumi klubun fəlsəfəsi həmişə yerində qalır və bu da yaxşı nəticələrini gətirib çıxarır. Başka sualınız var? Buyurun hocam. Sportdan sahət olan Zəfərsoy. Qurban bəy uğurlar arzu edirəm. Məğlub edilməz komanda yoxdur. Qurban bəy, Qarabağ Kopenhagenə qalib gəlməyin yolunu tapıbmı? Ümumiyyətcə, qalib gəlməyin düsturu olur. Bu tək Kopenhagenə qarşı yox, bütün rəqiblərə qarşı. Futbolda zaten bizim işimiz ondan ibarətdir ki, qalib gəlmək üçün işləyirik. Hər sabah məğlub ola bilərik və yaxud digər rəqiblərə məğlub ola bilərik. Amma biz istənilən rəqibə qalib gəlmək üçün hazırlaşırıq və istənilən belə deyək, bizim üçün daha çox kiçik turnirlərdə qalib olmaq üçün işləyirik. Bunu nə dərəcədə əldə edirik, bu qarşımızdakı rəqibdən də çox şanslıdır. Amma bacardığımız qədər hazırlaşmışıq və bacardığımız qədər çalışırıq ki, qalibiyyət üçün əlimizdən gələn, hətta artığını etməyə, amma qarşımızda Kopenhagen var və onların da düşüncələrində, onların da göstərəcəyi oyuna hazır olmalıyıq.